Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala bu ayda ettiğiniz ibadetleri İmam Hüseyin Aleyhisselam'a, Kerbela şehirlerine, Ehl-i Beyt'e hatırı kabul eylesin. Allah Teala gelen günlerinizi hayırlı eylesin, işlerinize bereket versin. Bugün inşallah istəyirəm, ileride size demişim de 4 rəkətli namaz hakkında, yani evvel bir iki mesele var, onlar işte yani çatdırım ki, yani biləsiniz 4 rəkətli namazlarda deməli xiftə namazı olanda əvvəlki 2 rəkəti başdan qılırsan, sonra 3-cü və 4-cü rəkətlərdə ki, həm surənin yerində təsbihat-ı ərbəni deyirsən, yəni Subhanallahi və elhamdülillahi və la ilahə illallah və Allahu Ekber kəlməsini sakit deyirsən, fəqət özün gərək eşidəsən. Onu bətdən, yəni demək olmaz. Amma zöhrlə əsrdə isə, yəni 3 dənə 4 rəkətli namaz vardı. Zöhr, əsr, bir də ki, xiftə namaz. Zöhrlə əsrdə isə həm surəni də, yəni o təsbihat ərbələri də hamısı sakit deyəcəksən. Amma bəzi sözləri bətdən deməyin ziyanı yoxdur. İndi onları mən göstərəcəm, onda siz özünüz də biləcəksiniz ki, hansı kəlmələri sakit demək lazımdır, hansıları sakit demək lazımdır, hansıları bərkdən demək lazımdır. Estağfirullah Rabbi və ətubu ileyh. Estağfirullah Rabbi və ətubu ileyh. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne emirel müminin Aliyen Veliyullah. Eşhedü enne emirel müminin Aliyen Hüccetullah. Hayya ala salati, hayya ala salah, hayya ala felahi, hayya ala felah, hayya ala khayl amali, hayya ala khayl amal. Kad qamet salatu, kad qamet salah. Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. Allahu Ekber. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Maliki yevmiddin. İyyâke ihdina Bismillahirrahmanirrahim. Tenazzül Selamun Allahu Ekber. Subhane Rabbiyal azim ve bihamdih. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Sami'allahu liman hamide. Allahu Ekber. Subhane Rabbiyal a'la ve bihamdih. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber.
Estağfirullah Rabbi ve etûbü ileyh. Subhane Rabbiyal a'la ve bihamdih. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Bihavlillahi ve kuvveti egunu ve egud. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakîm. Sıratel lezîne en'amte aleyhim ghayril mağdûbi aleyhim ve lad-dâllîn. Bismillahirrahmanirrahim. Kezalikallahu Rabbuna. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Rabbena atina fid dünya haseneten ve fil ahireti hasene ve gina azaben nar bi rahmetike ya erhamer rahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Subhane Rabbiyal azim ve bihamdi. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Semi'allahu limen hamide. Allahu Ekber. Subhane Rabbiyal a'la ve bihamdi. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Subhane Rabbiyal a'la ve bihamdi. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Elhamdülillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ve tegabbeli şefaatahu ve rife derecete. Bihavlillahi ve kuvveti egum ve egud. Subhanallahi velhamd. Allahümme gfirli. Allahu Ekber. Subhane Rabbiyal azim ve bihamdih. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Semi'allahu limen hamide. Allahu Ekber. Subhane Rabbiyal a'la ve bihamdih. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Subhane Rabbiyal a'la ve bihamdih. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Bihavlillahi ve kuvveti egum ve egud. Allahümme gfirli. Allahu Ekber. Subhane Rabbiyal azim ve bihamdi. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Semi'allahu limen hamide. Allahu Ekber. Subhane Rabbiyal a'la ve bihamdi. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber.
Sübhane Rabbiyel a'la ve bihamdih ya hayral mes'uline ve ya hayral muqtine. Rızıkını bazı iyalimin fazlike ve inneke zul fazil azim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Elhamdülillah. Eşhedü en la ilahe illallahu vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Esselamu aleyke eyyühen nebiyyü ve rahmetullahi ve berekatuhu. Esselamu aleyna ve ala ibadillahi salihin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bu indi kıldığım demeli zöhr namazı oldu. Niyetimiz zöhr namazı kılırdan vacib kılmasın ilallah. Demeli zöhrlə əsr namazında həmd-i surə, bir də ki, 3-cü, 4-cü rəkətdəki təsbihat ərbəni deyirik. Subhanallahi və elhamdülillahi və la ilahe illallah və Allahu Ekber. Həmən sözlərdə, yəni ancaq özünüz eşitməlisiniz. Ona görə mən də 3-cü, 4-cü və eyni zamanda 1-ci və 2-ci rəkətlərdə həm həmd-i surəni, həm də təsbihat ərbəni sakit dedim. Qalan sözlərin, yəni o bəhdən deyəndə də çığıra yox, hər söz yeri vardı, hər şey. Yəni o səviyyədə deməyin ziyanlığı yoxdur. Burada əsas, yəni təsbihat-ı ərbəyi ilə həm surədən gedir söhbət ki, bunlar gələk çox sakit deyilsin, fəqət özünüz eşidəsiniz. Bir də ki, bütün namazlarda, bütün deyəndə, yəni 17 rəkat cəmi namazdır, 5 dəfəyə qılınır. Sübh namazı, zöhr, əsr, şam, xiftə. Bu 5 namazın deməli hər birində birinci dəfə ki, səcdiyə getdi, səcdədən qalxıb oturdu, orada elə ki, Allahu Əkbər deyəndən sonra Əstəğfirullah Rəbbi və ətubu ilə deməkdə, yəni bəyan edir, yəni müstəhəbbi, yaxşıdır da, yəni müstəhəbbi sözün mənası, yəni o işi görsün, yaxşıdır, gözəldir, bəyan edir. Yəni bu namazı da Allahın köməyi ilə sizə çatdıra bildim. Bundan da burada sözümü daha dayandırıram. Gecəniz xeyrə qalsın. Mən gecə idi, yəni mən bu namazı qılmışam. Ona görə sizə deyirəm, gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun, yəni namazınızdan qalmayın. İnşallah namaz haqqında bir qədər, yəni sözlərim var, da indi onun yeri deyil, onları inşallah gələn söhbətimdə sizə çatdırarım. Yəni namazın fəzilətləri haqqında. Namaz bir dənəsindən deyim, onu biləsiniz ki, yəni namaz elə bir gözəl əməldir ki, həm bütün etdiyiniz ibadətlərin elə bir peçatıdır, bu bir. İkinci də həm dünyəvi, həm axirəvi xeyriniz var. Cənnətə də getməyiz namazdan asılıdır. Eyni zamanda dünyəvi işləriniz də namazdan asılıdır. Bütün müctəhidlər, alimlər, kitablar, kitab yazanlar hamısı deyir ki, yəni bunun biri yalan olar, ikisi yalan olar da, hamısı yalan olmaz ki. Əgər istəyirsiniz ki, işiniz irəli getsin, hər ürəyinizdə olan fikriniz, hacətləriniz, necə deyərləri, hasil olsun, gərək namaz qılasınız özdə necə, səhlənkarlığına yox, vaxtında. Elə bil vaxtında əmələ gətirirsiniz, sizin də istəkləriniz vaxtında əmələ gələcək. Nə qədər namazdan uzaq olsunuz, namaza laqeyd yanaşsınız, dünyada işləriniz o qədər yəni çətinliklə olacaq. İndi baxmayaraq, indi bəziləriniz deyə bilər ki, elə adamlar namaz da qılmır, işi xoddur. Onların işi qalıb o dünyaya. Allah Teala eləçilərə baş qoşmur. Allah Teala o yolundan çıxanlara, kafirlərindən işi yoxdur.
onları başlı başına bırakıp, bunların cəzaları, yəni bu dünyalıq olmadığı üçün onlarla işi yoxdur Allah Taala'nın. Qiyamətdə isə, yəni onların işi çətin olur. Nəysə, bundan da bugünkü söhbəti tamamlayıram. Allah amanında olun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.